Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edildi. Azərbaycan paytaxtının mərkəzi küçələrində yol kənarında avtomobil saxlamaq qadağan olundu. Devam sədri İlqar İbrahimoğlu Avropalı diplomatı qəbul edib. Bugün Almaniyanın klubu ilə Qarabağ klubunun güclü qarşılaşması olacaq. Almaniya klubunun rəhbərindən oyun öncəsi Dağlıq Qarabağ açıqlaması. Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Bu barədə Milli Şurada Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürülməsi üçün yaradılan təşəbbüs qrupunun nümayəndəsi Elman Məmmədzadə məlumat verib. O bildirib ki, artıq Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürülməsi ilə bağlı lazım olan bütün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Elman Məmmədzadənin sözlərinə görə Mərkəzi Seçki Komissiyası sənədləri qəbul edib və yaxın 3 gün ərzində Rüstəm İbrahimbəyovun namizədliyini qeydə alınıb, ona imza vərəqlərinin verilib-verilməyəcəyini aydınlıq gətirəcək. Artıq MSK-nın rəhbəri də Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürülməsinə münasibət bildirib. Məzahir Pənahov qeyd edib ki, bugün Rüstəm İbrahimbəyovun sənədləri təqdim olunub. Bununla da Mərkəzi Seçki Komissiyasına müraciət edənlərin sayı 18-ə çatıb. Ölkə üzrə isə seçkiləri izləmək üçün müşahidəçilərin sayı 66 nəfər təşkil edir. Bakının mərkəzində yol kənarında avtomobil saxlamaq qadağan edilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi rəisi Vaqif Əsədovun verdiyi məlumata görə paytaxt ərazisində tıxacların aradan qaldırılması, həmçinin piyadaların təhlükəsizlik hərəkətini tam təmin etmək üçün paytaxtın mərkəzində yerləşən Neftçilər, Rəşid Behbudov, Azadlıq, Azərbaycan prospektləri və Səfər Əliyeva, Üzeyir Hacıbəyev, İstiqlaliyyət, Əziz Əliyev, Əhməd Cavad, 28 may, Bülbül, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Füzuli, Nizami küçələri və Nizami metro stansiyasının qarşısında yerləşən Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsindən Əli bəy Hüseynzadə küçəsinə qədər olan hissə, Hökumət evinin ətrafı, Xəqani adına bağın ətrafı və digər yerlərdə parklanma və durma qəti qadağan olunur. Qeyd olunan ərazilərdə bununla bağlı müvafiq yol nişanları da quraşdırılacaq. Qaydaları pozan sürücülər isə ağır şəkildə cərimələnəcək. Bugün Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu Norveçin ölkəmizdəki səfirliyinin birinci katibi Marko Soldiç ilə görüşüb. Dəyərli uyğun məlumatına görə görüşdə ölkədə və regionda baş verən siyasi-ictimai proseslər müzakirə olunur. Bugün UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları keçiriləcək. Məlumata görə turnirdə yeganə təmsilçimiz Qarabağın Eintrachtla oyunu olacaq. Oyunla əlaqədar Azərbaycana gəlmiş Eintracht klubunun baş məşqçisi Peter Fischer Qarabağ klubu eləcə də Dağlıq Qarabağla bağlı maraqlı açıqlamalar verib. Fischer Qarabağın təmsil etdiyi Ağdam şəhərində deyil, Bakıda oynamasının da səbəbini bildiyini deyib. Ermənistanı işğalçı adlandıran Almaniyalı funksioner buna yalnız təəssüfləndiyini bildirib. Stat. Buna görə məyusam. Bilirəm ki, Qarabağ Ağdam rayonunu təmsil edir. Əslində, bu qarşılaşma onların əsl ev oyunu olmalıydı. Yəni, oyun Bakıda yox, Qarabağda keçirilməliydi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu arzu olunmaz vəziyyətdir. Maça gəlincə diqqətli olmalıyıq, çalışmalıyıq ki, rəqib bizim gözlədiyimizdən daha güclü oynaya bilməsin. Oyunu stadionda 30 minə yaxın azarkeş izləyəcək. Statın sonu. Qeyd edək ki, Qarabağ Eintracht maçı saat 21:00-da başlayacaq.